Bizi bu dəfə Göygöl Milli Parkının dərinliklərində yerləşən Ayı gölünə aparan səbəb isə adi bir gəzinti değildi. Bir müddət əvvəl gölün ətrafında qurduğumuz fototələləri yoxlamağın vaxtı çatmışdı. Görəsən, kameralar bu müddət ərzində nə çəkmişdi? Ayı, maral, yoxsa gecənin qaranlığında gözümüzə görünməyən başqa bir heyvan? Bunu öyrənmək üçün yenidən dağlara, Ayı gölünün sahilinə doğru yola düşdük. İndi isə ən maraqlı hissə başlayır. Fototələlərin yaddaşında nələr var? Salam dostlar. Gün qardaşım Fuad və Zəfərlə Kəpəz dağının arxa hissəsinə gedirik. Dəqiq olaraq Fuad hansı tərəfə getmək istəyirik? Demək 6 ay əvvəl Kəpəz dağının uçurumlarında qurduğumuz video tərələrin yoxlanılmasına gedirik. Məqsədimiz həm batareyaları dəyişmək, həm də bu müddət ərzində demək qeydiyyata alınmış çəkilişləri yoxlamaq olacaq. Eyni zamanda həm də Milli Parkın deməli Kəpəz dağı ətrafında yay müşahidələri, monitorinqləri aparmalıyam. Həmin ərazidən müəyyən məlumatların götürülməsi olduqca vacibdir. Zəfər, hara gedirsən belə? Maraqlıdır. Bu yollar bizi hara aparır Ayfa? Yollar bizi Murov dağ silsiləsinə və onun qarşı hissəsində olan Kəpəz dağına aparır. İndidən çox həyəcanlıdır, maraqlıdır. Hər gün Kəpəz dağına gəlsəm, Murov dağına gəlsəm yenə də həyəcan və sevinç yaşayıram. Çünki bura həm əzəmətli yerdir, həm qiymətli yerdir. Həm də insan sanki bu dağlara səcdə etmək istəyir. Bu dağları Rəbbim yaradanda onun gözəl bir necə deyim, igidlik simvol kimi yaradıb, gözəllik simvol kimi yaradıb. Dağlar doğrudan da əvəzsiz bir dağlardır. Bir də ki qəlbində olan o torpaq sevgisi, təbiət sevgisi Təbii ki, bəli, təbiəti səni bura çəkir. Dağları sevmək, kainatı sevmək, Rəbbimin yaratdığı bütün gözəllikləri sevmək elə özü böyük bir necə deyim, nemətdir və
o sevgi ilə yaşayıram mən. Mən Allahın yaratdığı təbiəti də sevirəm. Onun yarattığı insanları da sevirəm. Hər gün gəzmək, bu dünyada bir yeniliklər kəşf etməyə çalışmaq istəyirik. Təbiət gözəldir. Təbiəti sevmək lazımdır. Bir də bu kainatı nə qədər qorusaq, o qədər də uzun olacaq. Allah bizim üzümüzə Bəşəriyyət xoş baxacaq, insanlardır. nemətini bizdən əsirgəməz yəqin ki. Ona görə qoruyub, sevib gələcək nəsillərə çatdırmaq lazımdır. Sevməklə də yanaşı, indi artıq dünyada elə bir proseslər gedir ki, insanlar da seçiliblər. Belə də dərakəli və dərakəsiz insanlar formasında formalaşırlar. Bəzi insanlara heç fərqi yoxdur ki, dayanıqlı dünya, təbiət, təsərrüfat, bu kimi işlərin demək olmasını məhz elə insanlar özləri kontrolda saxlamalıdırlar. Çünki bu digər kateqoriyalı insanlar artıq bəzi bir qismə maraqlı deyil dünyada. Yəni bu günləri əlində olanı istifadə eləsin, məhv etsin, sabaha düşünmürlər. Elədir. İnsan ölümü Burada çox ucuzlaşıb Burada ilk biz zamanda. qoruyanlar tərəfdə olmağı seçdik. Bizim təbiəti qorumaqla bağlı önəmli işlərimiz var, addımlarımız var. İndi biz onun hər birini biz paylaşa bilmirik, efirdə göstərə bilmirik. Ancaq mübarizələrimiz qətidir, sarsılmazdır. İstər təbiətin qorunması olsun, meşələrin, ağacların qorunması olsun, vəhşi heyvanların qorunması olsun, eləcə də yeniliklərin axtarılması istiqamətində hər hansı bir işlər olsun. Biz o işlərdə var gücümüzdən çalışmağa səy göstərdik. Quru odun olan yerdə yaş odunu yandırmaq günahdır. Bir də təbiətdə görürsən ki, heyvanları ovlayırlar, başdan getdi. İsraf olunur. Belə şeylər haqqında nə deyə bilərsən? Bayaq dediyim məsələdir də bu. Burada bir məsələ var ki, biz yalnız qorumağı, dayanıqlı inkişafı ön planda tutmalıyıq. Bu təbiətdə olan resurslar bir çox onsuz da insandan ötürüdür. Biz onsuz da yeməliyik, qidalanmalıyıq. Amma bu qidalanarkən istifadə etdiyimizin yerlərinin dolmasını istəyərdik. Yəni belə bir prinsiplərlə yaşamalıyıq. Yollarımızda çox maraqlı məqamlarla rastlaşırıq. Deməli, Burada bir elatlarımız burada təsərrüfatla məşğuldur, yəni heyvan saxlayırlar. bərəkətli olsun. Körpə balalarından Arı da gəlirlər, var, gətirirlər. yuxarıda arı yaşayır. Onların da burada gözəl bir təcrübələri həyatlarında olacaq. Çünki Yay tətilinin ən xoş xatirələri. Burada gözəl bir bulaq var. Qarşımıza hər an bəlkə heyvan çıxa bilərmi? çıxa bilər.
Görürlər bu hissələrdə son illər aylar daha çox aktivdir. Həm Buzluq kəndinin yaxınlığında, Buzluq istiqamətində, həm Sarısuda, Quşçuda, Qarabulaqda demək əsasən payız kəndə daha çox yaxınlaşırlar. Bu meyvələrin yetişməsi ilə əlaqədardır. Təbii ki, meşəlik ərazidə sahibsiz heyvanlarla da qarşılaşanda aylar onlardan da vaz keçmişdir. Bir maraqlı məqamı da demək istəyirəm. Elə bir dənə ayı kəndin, şəhərin, nə bilim, əsasən kəndin yaxınlığına gələn kimi, oradan bir heyvan yeyən kimi, nə bilim, başlayırlar ki, ayı kəndə hücum eləyib. Ayı kəndə hücum eləmir ki. Hücum planlı şəkildə olur, hücum bambaşqa bir mövqedir. Ayı gəlir, öz ruzisini axtarır, öz qismətini axtarır. Kənddə, çöldə qalan sahibsiz heyvanı, mal-qaranı, nə bilim, arı pətəyi tapsa, arı pətəyini dağılır. Qidalanmaq istəyir. O da öz həyat mübarizəsini Öz aparır. həyat mübarizəsini aparır. Bu yaxınlarda Türkiyəli təbiət sevən dostumuz Doğanay Vural çox gözəl bir söz işlətdi. Aylar kənd yaxınlıqlarında, demək, ulaşılmaz kəndlərdə bəzən insanları da tələf etdiyi olur. Ayı və insan qarşılaşmalarında acı nəticələr yaşanmışlığı olur. Burada məsələ nədir? Gün ərzində statistikanı bilmirəm, minlərlə insan ölür. Qəzalarda ölür, xəstəlikdən ölür, insanlar bir-birini öldürür və s. Ay olur da bir dənə insanla qarşılaşanda parçalaya bilər. O da insan bəlkə də ona qarşı hücuma keçir, özünü qorumaq üçün ona görə. Yeməyini bir kənara qoyar. Ayı gəlib kənddən bir yaxınlıqdan, nə bilim, bir heyvan aparanda, bir dana yeyəndə bütün dünya aləm qarışır bir-birinə ki, ayı kəndə hücum edir. Ayı kəndə nətər hücum edir? Ayı plan qurur, ayı xüsusi təyinatlı yetişdirir, nə bilim, çox maraqlı. O deyirləri, sözün kəsirəm bağışlayır, yerin də payı var. İndi ayının da, təbiətin də və heyvanların da payı var da, onlar da yaşamaq üçün bir quzu aparsa çox deyil, eybi yox. Çox deyil, əlbəttə ki, indi təbii ki, əziyyətlə öz ailəsini dolandıran kətlini də bu yolda, demək, bu söhbətdə biz qınamırıq. O da öz heyvanlarına yeyə çıxmalıdır. İstəməz ki, heç kim istəməz ki, onun təsərrüfatındakı hər hansı bir heyvanı vəhşi heyvanlara aparsın. Və bu onun üçün maliyyə mənbəyinin itkisi deməkdir. Yaxşı olardı ki, gələcəkdə bu kimi hallarda da sığortalanma tətbiq ediləydi. Yəni, hər bir halda dövlət meşəyə də, təbiətə də, vəhşi heyvanlara da sahib çıxır, çıxmaqdadır və çıxacaqdır. Amma hər insan özü özlüyündə bir şəxs olaraq, bir vətəndaş olaraq, bir insan olaraq da özü təbiəti qorumalıdır. Əlbəttə ki, dədə-babadan bizim də babalarımız heyvan saxlayıblar, qoyun saxlayıblar, inək saxlayıblar. Və mən onların söhbətlərindən eşidirdim. Həmişə vəhşi heyvanların, demək, ayının, canavarın, çaqqalın, ondan da kiçik olan yırtıcıların, demək, kəndlilərin təsərrüfatlarına zərər vurduqları olubdur. O zamanlar da heç nə şikayət var idi, nə bir şey var idi. Sadəcə vəziyyətlə hamı razılaşıbdır və deyək ki, 100 il bundan əvvəldən indiyə qayıtsaq, elə ona görə də bəzi növlərin də yaşaması, təbii olaraq növlərin qalması elə bu günə qədər gəlib çıxıbdır. Çünki onların onsuz da az olan, dar olan areallarını biz getdikcə sıxışdırmışıq. Biz dağlar bizim idi də,
heyvanların da, amma biz daha çox geniş əraziləri deyək ki, sahibləndik. Ona görə bugün ayının da, canavarın da, digər yırtıcıların da demək qida axtarmağı çətinləşib. Biz söhbət tək qoyun quzudan getmir. Qoyun quzunun canavar tərəfindən, ay tərəfindən yeyilməsi gedir. Burada hələ digər bir problem var. Onu elə məhz biz özümüz yaratmışıq. Biz ayının da, canavarın da, çaqqalın da qida mənbəyini özümüz demək mənimsəmişik. Vaxtilə sürülərlə cüyürlər, deyək ki, başqa əti yeyilə bilən digər heyvanlar var idi. Onları var gücü ilə insanoğlu məhv elədi. Ekosistem pozuldu da, elmi dildir deyək. Bəli. Bugün ayı cüyür tapa bilmir. Ayı Xəstə heyvan tapa bilmir qaban onların tapa içərisində. bilmir, maral tapa bilmir. Dağlıq bölgədən danışıram. Bəli. Tapa bilmir. Qarşına meşədə gəzir, qarşına çıxdığı nədir? Qarşına çıxdığı inək olacaq, mal olacaq, at olacaq, qoyun quzu olacaq, keçi olacaq. Meşə adamı bu arada bir Kəlbəcərdən çəkilmiş videoyla rastlaşdım. Başlıbel kəndində bir tanış yoldaşlardı. Ayını çəkdilər, ayı qaçıb getdi, yəni insanlardan qaçdı getdi. Onların ayının dolaşdığı yerləri çəkdilər ki, daşları tərpədibdi. Yəni daşın altından qarışqanı yeyirlər. İndi bilmirəm qida rasionu azalıbdı deyə, yoxsa qida ehtiyacı var, qarışqada hansısa bir turşu var. Məqama toxundu. Ayı həm otçuldur, həm ətçildir. Ayı ot da yeyir. Əsasən ot deyirəm də, yəni ucdan tutma ot yemir. Sadəcə ayılar demək bitkilərin kökləri ilə, qalıqları ilə qidalanırlar. Kök hissələ çoxlu demək qidalı maddələr var. Onlar bilirlər hansı yemək lazımdır, hansı yox. Ona görə ayılar həm də bayaq dedim meyvələrlə də qidalanırlar. Alma, İtburnu meşədən. İtburnu, bəli. Balıq qozası da ola bilsin yeyirlər, fıstığı yeyirlər. Bu biz onun demək peynində görmüşdük. Onun demək həm armudun, almanın çəkirdəklərini, həm fıstığın qabıqlarını, yəni toxumlarını da qoz da yeyirlər, fındıq da yeyirlər, tapsalar. Ayının burada hələ də digər bir çıxış yaşama yolu bitkilərlə qidalana bilməsi. Yoxsa çətin olardı da qidalanmağı. Yerin adı Başqışlaq kəndi. Kənd var burada. Bəli, biz indi Başqışlaq kəndinə girəcəyik. Buzluq kəndi bizim solumuzda qalır. Qaydanda Buzluq kəndinin içərisinə girəcəyik. Elə adından da bəllidir. Oradan yayın ortalarına qədər buz olan qayalıqlar, yerlər var. Elə ona görə adını Buzluq deyirlər. Həm də sərin, gözəl bir məkandır. Başqışlaq kəndi 90-91-ci illər dəqiq deyə bilmirəm, tarixi unutdum ola bilsin ki, demək orada Azərbaycanlılar yaşamışdı, buzluq hissədə isə mənfur ermənilərin yaşadığı demək o vaxtı formalaşdırılmışdı, bilərəkdən Azərbaycanın ən gözəl yerlərindən biri olaraq. Gözəl buzovlar görək bizə yol verəcəklər. Gəl həmsi ilə bir dənə şəkil çək, bəli. Çox rəngi hava yeri. Zafər. Zafər yeri. Gördün, sənə öyrətdim o. Qayda çıma bilərsən. Təzliklə gəlir, taxtlara çırpılasarsan gəlir, onsuz.
Qədim qəbristanlıq buradır. Bəzi Hə. ilkin daşın üzərində ərəbcə yazılar da oxunur. Bax, oradan türbə. Oradan bir türbə də olubdur. Çox güman ki, türbənin yeri görünür. Çox maraqlı idi. Maşınımızı saxladıq burada. Buradan da dağların bumbuz bulaqlarından biraz yaxından çəkdim. Gör nə gözəllik. Hal-hazırda bax bu su düz Kəpəz dağının özündən axmaqdadır. Biz dağın Sol tərəfindəyik də təxminən. üzü aşağı baxanda sağındayıq. Hə. Beləliklə biz imkanı verir. Biz yol hazırlıqlarımızı başa çatdırırıq. Bir neçə dəqiqədən sonra tam olaraq yola çıxacağıq. Yolumuz da düz Kiçik Ay gölünədir. Orada bir neçə video tələ var. Onların biz iş prinsipini yoxlayacağıq. Belə yolçu yolunda gərək. Bizi çox gözəl macəralar gözləyir. Dəyərli izləyicilər, xahiş edirik bizi axıra qədər izləyəsiniz. Ya Allah. Yıxılma, hələ çox var yolumuza. Gedə bilirsən? Zəfər, bayaq o bir tərəfdə göstərdim də sənə. Bu Kəpəzin demək subaq çəmənlərində, sinələrində porsuqların yaşadığını müşahidə eləmişik. Buradan yeni bir yuvanı da tapdıq. Fikir verirsən, gəl yaxından bax. Çox yeni və işlək yuvadır. Sanki belə maşın yolu kimidir. Belə yaxından baxaq. Əlindən çox ola bilər ki, hal-hazırda yuvanın içərisində porsuq ola bilər. Çünki porsuqlar da ümumiyyətlə ən çox gecəcildilər. Gecələr Ova çıxır. avlanmağı. Amma ayrı yuvanın çıxacağı olmalıdır mütləq. Hə. Yaxınlığımızda yaxına bax. Çox qorunaqlı və təhlükəsiz bir yer seçibdir. Təbii blendaj. Bu Kamufliyaj. əsasən o biri yuvadan hərəkət eləyibdir. Bundan görürsən Orada otların yığıntısından nəticəsi falan də var yumuru. az Səhv eləmirəmsə. Biraz bunu da irəli hissədən çəkək. Kameramızı göndərək yuvaya. Ola bilər ki, içəridə olan əlimizi də aparaq. Hər şey ancaq biz ona dostuq. dostuq. İndi nə olarsa olar. Kimin belə evi var? Bir dənə bu sinələrə bax, bu gözəlliklərə bax, bu güllərə bax, bunlara bax. Burada nə qədər qiymətli növlər var. Şərqnəm gülü var. Nə gözəl. Cənnətdən bir güşədir. Hələ bu biraz sağa çeviril bax qardaş. Buna bax. Bu da bizim nadir növlərimizdən biridir. Hamısı Sonra dərman bitkiləridir. yaxından baxaq. Şərqnəm gülünün necə də gözəl bir forması var. Əslində acı qoxusu da var. Özdə xüsusi bir aroması var. Ləzzət edir. Sanki insanın özünə cəlb edir. Gedək Cəfər. Gedək daha gözəl yerlər var. Oralara da baxaq. Deməli, biz Xan bulağından düşdük. Oradan bir cığır bizi gətirdi yuxarı hissəyə. Biz həmişə bura gələndə karıxırıq. Çünki daşlar, qayalar, relyef oxşardır. Amma burada min illərin bir elat yolu var, cığırı var. Görürsünüz, bax biz oradan o hissədən mən təxminən sağa vurulmuşdum ki, gələk bu yolu tapaq. Bu aşağı hissədən gələndə bu cığırın
girişini rahat görmək olar. Görürsən qardaş, necə Hiss olunur. hiss olunur ki, ya bu 1 ilin, 5 ilin, 10 ilin, 50 ilin, 100 ilin yox. Bəlkə də 500 ilin, 1000 ilin gediş-gəliş olan bir xəttidir. Dağın demək bu hissəsindən rahat qalxıb o bir tərəfə getmək olmuş. Özdə niyə 1000 illər deyirəm? Xan bulağının həmən yaxınlığındakı qədim qəbirstanlığı da sən uzaqdan gördün. Qaydanda indi orada biz yaxından onu müşahidə eləyərik. Çox güman ki, lap qədim zamanlarda bu dağlarda, bu ərazilərdə geniş oğlaqlıqlar var imiş və bu hündürlükdə, yüksəklikdə yaşayan insanların çox güman ki, ən əsas məşğuliyyəti ov olubdur və mən deyərdim ki, bax bu cığıra oxşayan keçidlərdə ulularımızın, əcdadlarımızın ayaq izləri var. Nə tapmışsınız? Yuvasından yeni çıxıbdı. Gözəldir. Getdik. Qaratoyuq balası idi deyəsən. Nə bilmirəm, nə verir. Ona görə də onu daha çox incitmək olmaz. Onun anası da çox yaxınlıqda səs eləyir. Səs edir. Gedək. O Çəkin baxın. yaşayış yerində. Gəl. Gəl qoyacaq. Daşın altından su çıxır. Biraz bərk basma orada. Bu əlimlə ne diyeyim. Və nə gözəldir. Bir də diqqətlə səsə qulaq as, səsə. Səsi eşidirsən? Su axar altımızdan. Bu daşın altından sızır. Dumduru bulaqdır. Sudur. Tam da daşlı. Bu yığılma daşları fikir verirsən. Əlinə yığılma daşlar. Bunun qabağı var yəni. Bu boyda daşı bir gün işi deyil. Bir lomla 4 nəfər aşıda bilər. Nə var ki buralarda? Ola bilər daşı vırıb qırıb elə salıblar bura. Qırıqdıra da bilər. İkəs deyil olmaqları. Amma ayının gizləndiyi yerdə yasır bura. Bu həm ayının da gizləndiyi yerdir. Allah qədimdən insanların da olabilsin ki. Çox qabağa getmə. Bu daşın yanına bak. Buz kimidir ha. Maraqlıdır mağaradır. Bu qaya maraqlıdır. Əgər bura qar, çovun qar yığsa əriməzmiş. Üzərinə düşsə. Elə. İndi də şey var. Kalkali yerde durmuşuz. Göl az qalıb ha. Fuat, meşə adamı. Çatmışıq. Çatmağına çatmışıq. Çox maraqlı bir məsələni də Duman da. sizlə bölüşmək istəyirəm. 20 ildir bax bu Kəpəz dağı ətrafındakı ərazilərdə bələdçiliyim var. Bu dağlarda gəzmişliyimiz var. Yenə də heç kim deməsin ki, mən bütün əraziləri tanıyıram və heç bir vaxt həmin yoldan kənar getmərəm. İndi yuxarı hissədən düşəndə biz Xanbulağından istiqaməti götürüb düz gölün üzərinə enirdik. Hətta biz yuxarı hissəsindəydik sağda. Biz aşağı endik və çox güman ki yaxınlaşırdıq düz xətt üzrə. Anidən gələn duman tamamilə demək görüş məsafəsini azaltdı. Təxminən görüş məsafəsi 5-10 metrə düşmüşdü. Elə bu 5-10 metrin nəticəsində də mən yönümü itirdim. Yenidən Kəpəz dağının qayalıqlarına doğru azca yuxarı qalxmışam. İndi buradan baxıram ki, göl bizim yenidən aşağı hissəmizdə qalıbdır.
Aşağıdadır. Bayaqdan bir şeylərin təsdiq etdiyini hiss eləyirdim. Bu da maraqlı oldu. İndi bu hissələrə baxıram, amma Hə. nə qədər təbiəti tanısanız da, əraziləri tanısanız da, düzdür, daimi get-gəlişli yollarda insan azmaya bilər, amma bu kimi yerlərdə, bu qayalıqlarda hardasa hər biri bir-birinin təkrarı oxşardır. Burada yerləri, yolları yaddaşa yazmaq mümkün deyil. Baxıram ki, özünə çox Bu təəccüblənmisən. həm gölün yaşıl vadi hissəsini indi biz lap biraz yuxarıdan görürük. Göl biraz geridədir. İndi yenə dumandır, dumanın altındadır. Biz buradan belə sağ qaydaq qayalıqlarına Hə. inə bilməyəcəyik. Deməli oradan, bax bu hissədən gəlib belə çıxmalıydıq gölə tərəf, amma bu qədər yolu yoxuşa çıxmışıq. Bu yolla belə düşürük. Oradan düz enerji Yaşıl Vadiyə. Yaşıl Vadidə bizim orada demək işlərimiz var, tədqiqatlarımız var. Orada qeydiyyatlarımızı aparıb gölün yanına keçirik. Dayanmadan Gedək. Mən də bir söz demək istəyirəm. Bütün qayalar, mən bayaqları bir qaya görmüşdüm. Sonra onun demək olar ki, tam bənzərini gördüm. Bir an ağlımda düşündüm ki, yenidən qayıtmışıq ora, amma qayıtmamışıq. Bu düzdür, qayıtmamışıq, amma başqa yönə getmişik. Heç düz yönə. Bütün qayalar bir-birinə oxşur burada. Əminin bildiyi yön düz gölün üzərinə enmək idi. Duman mənim də çaşdırdı yolunu. İslada dağlarda yağışqar məni, gizlədə cığırsız kahalar məni, çatar harayıma milim muğanım. Bu dağlarda yağışqar məni həmişə islatsın, duman da yolumu belə azdırsın. Yerim də, yurdum da bax bu qayaların altı olsun. Nə deyim? Xoşbəxtlik Xoşbəxtlik buralardadır, eləmi? Bax, baxdığım mənzərə. Təmizlik, saflıq hamısı buradadır. Burada azmaq da gözəldir. Elədir. Sən heç qayalıqlarda azdınmı? Sən yolunu dəyişdin kəpəzin altında. Oxşar qayalıqlarda dəfələrlə dövrə vurdunmu bu gözəlliklərin fərqinə varasan? Qarşıdan ayrı gözəlliklər də gözləyirik. İnşallah payız gələcək. Bəh, bəh. biz buraya Xəzəli meşədə belə suyun üzərindən bir tərəf eləyib oradan udum su içəcək. Sonra biraz da keçəcək. Payızda cır armudun qoxusu olan meşəliklərdə gəzəcək. Onlardan dadacaq. Və hər keçən fəsildə, hər keçən gündə bir gözəllik axtaracaq. Məncə həyatı sevmək lazımdır. Həyatı belə hər insan sevir, amma təbiəti ilə, dağı ilə, gözəlliyi ilə, bəxş etdiyi nemətləri ilə necə deyim, əlçatmaz və eləcə də əlçatmaz olaraq da onun qorunması ilə də məşğul olaraq sevməliyik təbiətimizi. Göl göründü deyəsən, bax, duman qaçıbdı. Göl göründü. Gölün üzərində indi uzaqdan müşahidəm göstərir ki, nəsə bir təbii yığıntı var. Olsun ki, Göl hansısa oradır. bir bitkinin qalıqlarıdır. İndi yaxınlaşanda tam dəqiq biləcək ki, o boz yığıntı nədir. Ola bilsin ki, Gedək, Xəzəl də oxuyor hissədə, amma Xəzəlin vaxtı da deyil. Gedək baxaq. gedək. Nə qədər yuxarı gəldi ya. Maraqlı bir hafta başlıyordu. Burada göllerdi. Gəl lan. Yatık sinema. Ehtiyatlı olun, yıxılarsınız. Elə yerə apandın, geç.
Buradan keçə bilərsən. Dayan, yox, əslində elə. Yuxarı rahatdır Fuad, yuxarı bax. Zəfər, belimə çıx. Ümün belimə. Durmaz. Fuad yuxarı tərəf rahatdır. Bura gəl qardaş. Bura rahatdır. Deyə 3 dənə daş var, oradan keçsən getdi. Ayaqlarım da oldu. Deməli, axır ki biz gəlib Kiçik Ay gölünün yaxınlığında olan video törələrdən birinin yaxınlığına çıxmışıq. Çox uzun müddətdir o video törələrini də yoxlaya bilmirdik. Bu yaddaş kartlarının hamısı boşdur. Bunlar ərazidə işləyəndə yeni video törələrə daxil edəcəyik, köhnələri götürmək üçün. İndi biz ərazidə həm video törələri yerləşdirəndə video törəni öz kəməri ilə yanaşı əlavə məhsullərlə, tellərlə də bərkedirik ki, uzun müddətli yağışa, qara, suya, küləyə davamlı olsun. Bəzən olur ki, bax bunun öz kəməri boşalır, onda tələnin yerindən oynamasına səbəb olur və o da bir öz-özünə işləmə səbəbi olur. Daşları saxladığında demək, maraqlı məqamın biri ilk baxışda baxaq görək bizim bateriyamız var idi, yoxsa bu son 6 ayda tamamilə bitmiş vəziyyətdədir. Görünür ki, daşı dəyişməmiş getsək, onda biz bir də bura gəlməli olarıq. Belə işlər. Onun ən gözəl məqamı bu işin evə qayıdandan sonra kartları bir-bir yoxlamaqdır. Orada gözəl görüntülər görəndə Yorğunluğun çıxır bir anda. Çox ləzzət eləyir. Deməli, bizim bax indi ekran açıldığına görə əvvəlki bateriyanın tam öldüyü görünür. Saat 14:40. Görək saatlar düzdür. 14:40. 8-ci ay 2-si düzdürmü uşaqlar? Deməli, keçdik. Saatımız düz. Advokal, hibrid, yəni bir kamera HD çəkəcək. Beləliklə biz kameramızı bağlayıb yolumuza davam edirik. İkinci kamera istiqamətində. Heç kim inana bilməz ki, mən belə bir yerə gəlmişəm. Bura göstərdiyim yerin tam üstü ağappaq olan yer var. Ora Kəpəz dağıdır. Az öncə göründü. Çox dibindəyik Kəpəz dağının. Qalxdığım yerlər belə, hələ bunlar hasandır. Bax, belə bir yerlərlə qalxırdım. Bu qədər. Ben kesebilirim, sen ağaçsın. Asandır. Haydi ola bilər. Meşəli yerlərdə gözəndə bu tipli meşələrdə göçəmənlikdə çox gözəl olur. Çünki bunlar zillərdə, burada batarlanlar ola bilər.
Batarqanı insan ayağını qoyduqca çəkir aşağı. Qayıdıb çıxmaq mümkün olmur. O düzdür, mən bura bələdəm deyə gedirəm. Ya bura altı bəst. Amma ha vaxtsa meşədə gəzəndə belə yerlərdən ehtiyatlı olmaq lazım. Gəl, adım verdim. Mən hara gittim? Baxın bu gölün gözəlliyinə. Diqqətlə Göl baxsaq. haqqında bir neçə məlumat verim. Göl hal-hazırda Göygöl Milli Parkının içərisindədir. Bura demək Kiçik Ay Gölü deyə adlandırılıbdır. Suyu şəffafdır, içməlidir. İndi bu su içərisində müəyyən deyək ki, ola bilsin ki, hansısa bir göbələk növüdür, hansısa bir yosun növü də ola bilsin. Onların artdığı müşahidə olunur. Bu təbii bir prosesdir. İllər öncə də belə olur. Sonra bir ili o yoxa çıxır. Elə məqam gəlirsən ki, bura dupduru, gömgöy suyu var. İndi həmin bax bu su altında olan bitkilər, canlılar biraz gölün rəngində deyək ki, bozluq yaradıb. Amma bu suyun rənginin dəyişməsi deyil. Sadəcə o su bitkilərinin rənginə görə biraz içəridə sarılıq görsənir. Amma digər məsələyə baxanda su həmişəki kimi dupduru, göz yaşı kimidir. Nə gözəldir bura. Suyun Tam gözəlliyi, saflığına, şəffaflığına. Necə? Bu su üzərində əmələ gələn digər canlılar var, bitkilər var. Biraz rəngində suyun görsən ləkə kimi də onların özünün rəngidir. Suyun rəngi dəyişmir. Suyun altı görünür. Bəlkə də ən dərin yeri buradır, bu hissədir elə. Ola bilsin ki, orada da dərin yeri var, bilmək olmur. Ətrafında qayalar, toz ağacları O tərəfə keçəndə Kəpəz dağı açılıbsa, görünür. qarışıq mənzərəni çəkmək olur. Bəzi yerlərdə Kimsə qarmaqvari şam çox gözəldir. Deyirəm, bu gözəllikdən çoxlarının məlumatı yoxdur. Belə bir gözəlin Azərbaycanda olduğunu çoxları bilmir. Azərbaycanın ən gözəl dağ göllərindən biridir. Ay gölü. İnsan saatlarla, günlərlə burada durmaq istəyir, qalmaq istəyir. Suyun şəffaflığı, təmizliyi insanın ruhuna təmizlik, rahatlıq gətirir, huzur gətirir. Göygöl Milli Parkı ərazisində olan gözəl, ecazkar göllərdən biri Ay gölüdür. Hər birisi bir-birindən gözəldir. Amma bu göl səhv eləmirəmsə ən hündürdə yerləşən göldür. Elə? Murovdağ silsiləsində hündürdə göllər var. Bundan səviyyəcə hündürlük dəniz səviyyəsindən. Amma ən yaraşıqlısı, ən gözəli budur. Kəpəz dağı silsiləsində də ən hündür yerdə olanı budur. Kəpəzə də ən yaxın budur, səhv eləmirəmsə. Deməli, sonuncu kameramızın sonuncu kontrollarını etdik. Dağlarla, gözəlliklərlə sağollaşırıq. Geri dönürük. İnşallah idarədə bu deməli yaddaş kartlarını diqqətlə baxacaq. Bizi sevindirən görüntüləri əldə etməyi düşünürük, umuruq. Nə deyim, arzum budur ki, dünya durduqca bax bu gözəlliklər də var olsun. Önümüzdəki zamanlar çərçivəsində
bizim video tələ və foto tələ çalışmalarımız davam edəcək. Bu bizə nə verir? Video tələ çalışmaları bizə bu ərazilərdə yaşayan vəhşi heyvanların arealı haqqında məlumatlar verir, növlərin haqqında, o hansı növlərin olması haqqında məlumat verir. Hələlik dostlar. Sağ olun. Gedək Cəfər bəy. Gedək. Hələlik görüşərik. Kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın dostlar. Satandı. Cəfər ehtiyatlı olan qurban. Buradan qayıdaq gölün qırağına tərəf. Gölün qırağı rahatdır. Qarışıq. Oradan gəlmə. Gəlirsin. Gəl. Gəl qabağa. Gəlir. Ali Bey aklı ol gel. Sen gel koy kalsın. Onu ayır. Deməli biz hal-hazırda Kəpəz dağı və onun ətraf ərazilərində apardığımız video tələ çalışmaları zamanı əldə olunmuş görüntüləri izləməyə başlamışıq. Hal-hazırda Göygöl Milli Parkının inzibati binasında iş otağında bu görüntüləri dəqiqliklə izləməyə çalışacağıq. Demək, hardasa 6-7 ay əvvəldən qurulan kameralar mütəmadi olaraq yoxlanılır. Biz də sonuncu dəfə demək qurulan kameralara baxış keçirdik və gözəl görüntüləri əldə etdiyimizi izləyirik. Neçə yaş olar bu maralın? Bu Çox nəhəng maralın demək buynuzunda bir hissədə 1, 2, 3, 4, 5 demək təxminən 6 yaşı olduğunu güman edirik. Ancaq belə bir demək izlənmələr də var ki, təxminən 2 ildən sonra marallar buynuz çıxarmağa başlayır və hər çıxıntılar da 1 yaş sayılır. Təxminən belə müşahidələr göstərir ki, 1 ya 2 ildən bir ola bilsin ki, marallar öz buynuzlarını sararlar. Bu ağaclara sürtünmədən və yaxud da ki, digər proseslərdən baş verə bilər. Amma bu maralda çox maraqlı bir demək məsələni də izləyirik. Maralın demək buynuzları 2 taylı olur, 2 hissəli olur. Əksəriyyətində çıxıntıların sayı eyni olur. Burada çox maraqlı bir məqam izləyək. Demək, görüntünü dayandırdıq. Belə sol buynuz tayında, deməli, başda, tacda 5 çıxıntı var. Ancaq bu biri hissədə isə cəmi 3 çıxıntının olduğunu görürük. Görürsünüz. Belə, bu fərq də çox sağlamdır, gümrahdır. Demək, əvvəlki video tələ görüntülərindən bizə tam məlum oldu ki, artıq Kəpəz dağı ətrafında demək 7 başdan çox maral müşahidə olunur. Bundan əlavə, demək, Nəcib maralın aşağıda Şamlı Göl hissədə də görüntülərini əldə etmişik. Görüntüləri dəyişək. Çox maraqlıdır. Görək başqa hansı heyvanlar düşür. Başqa izlədikcə bizim qarşımıza çıxacaq. Nə gözəl, çox gözəl görüntüdür. Bu təxminən 3-4 yaşlarındadır. Göy gürültüsü də kadrlarda açıq-aydın eşidilir. Kadrlar həm vəhşi heyvanları görüntülərin çox gözəl çəkir, həm də təbiətdə olan səslər də bax bura daxil olub. Çox gözəl. Yağış suya girib. Əvəzsiz bir görüntülərdə qalib mənim. Çox gözəl. Yenə də dəyişək kadrlarımıza bir təbiət görüntüsü düzən edirəm. Aha, deməli bu 2024-dən bir görüntüdür. 9-cu ayın 30-udur. Deməli şaxta düşüb. Yaşıl otun üzərində şaxta. Çox gözəl bir rəsmdir, çox gözəl bir məqamdır.
Keçək. Burada bir görüntü var. Daşlıq dərəsidir zənn edirəm. Bəli, bəli, daşlıq dərəsinin elə özüdür. Bir də başdan alaq baxaq. Çox gözəldir. Bu müşahidə də onu göstərir ki, qar örtüyünün 20-30 sm olmağına baxmayaraq, bu şəraitdə deməli daşlıq dərəsi çöldə öz şikarını axtarır, ərazilərdədir. Çox maraqlı görüntülər əldə eləmişik. Və bir gecə kadrına da baxaq bir yerdə. Aha, deməli bizim kameralarımızın gecə də çalışmaq xüsusiyyəti olduğundan artıq qaranlıqdır. Demək saat 21:07-ni göstərdiyi halda Qafqaz maralı yenidən düşüb. Belə Eyni ərazidən Bəli. ayı da keçib, eyni ərazidən ayı da keçib, vaşaq da daşlıq keçib, dərəsi də. çöl pişiyi də keçib, yəni meşə pişiyidir burada olan növ. Biz digər demək növə də baxmağa çalışaq. Görək başqa nəyimiz var burada. Bu da çox sağlamdır. Özdə erkək fərddir. Bu demək yaz qabağıdır, 4-cü aydır. Çox gözəldir, çox gözəl. Hal-hazırda yenə bir möhtəşəm görüntünü sizə təqdim edirəm. Bu demək meşə pişiyidir. Çox da gözəl bir formadadır. Biz bayaq kadrlara baxmışdıq, vaşağın keçməsi. Eyni bu formada keçmişdi. Fikir verirsən, buradan gəldi o daşın orasından. Biz o kadra da yenidən baxaq. Deməli, önəmli bir məqamı da sizinlə paylaşmaq istəyirəm. Bayaqki kadrda meşə pişiyi, bax burada qar yox idi, daş idi, bu daşdır. Bunun boyun hissəsindən gəldi, keçdi, belə getdi. Ben burada kadra düşdü. Eyni bax bu pişikdəki formada həmin oradan keçid verdi. Düzdür, keçidlərdə ayı da, maral da, canavar da, çaqqal da, daşlıq dərəsi də bütün növlər təxminən eyni istiqamətdə keçir. Ancaq burada bu kamerada əsas keçid bax bu istiqamətdə idi. Demək pişik kimilərin təxminən eyni yolu izlədikləri burada mənə məlum oldu. Bu da bir gözəl məlumatdır. Bu arada mənim ən sevdiyim heyvanlardan biri vaşaqdır. Çox Demək gözəl heyvandır. bunların bütün nümayəndələri gözəldir. Pişik kimlər fəsil. Burada həm pişiklər gözəldir, həm vaşaqlar gözəldir. İndi Azərbaycanda 3-cü bölgəmizdə Kəlbəcər ətrafında demək aşkarlanan Ön Asiya bəbirləri də bunların ən gözəl, ən şah nümayəndələridir. Ancaq mənim də xüsusi fikrimdə, qəlbimdə vaşaqların gözəlliyi heç də onlardan geri qalmır. Vaşaqlar çox gözəl, yaraşıqlı heyvanlardır. Özdə onlar demək cüssəlidirlər. Meşə pişiklərinə baxanda xeyli iridir. Qulaqları dik, quyruqları isə çox qısa. Aha, burada amma bunun qulaqları çox maraqlıdır ki, bax tükləri ön hissəyə biraz Biri əyridir, elə bir sol tərəfi yoxsa. Solda, sağda hər ikisində o hiss olunur. Fikir verirsən, o biri tərəfdən görüntümüz yoxdur. Gözəl təbiətin gözəl heyvanları. Əziz dostlar, bizləri izləmədə qalın. Göygöl Milli Parkı və demək Qarabağ ərazilərində yeni video görüntüləri, videotələ görüntüləri, materialları çalışdığımız qədər sizlərlə bölüşəcəyik. Hər kəsi ana təbiətimizi qorumağa dəvət edirəm. Hər kəs öz yaşadığı bölgədə, öz yaşadığı ərazidə demək bütün insanlarla ekoloji maarifləndirmə işlərini aparmağa borcludur. Borcluyuq ona görə ki, bütün gördüyümüz bax bu gözəlliklər, bu vəhşi heyvanlar qorunmalar sayəsində bu gün var olmaqdadır. Bugün dövlətimiz xüsusi mühafizə olunan təbiət ərazilərinin demək yaradılmasında əsas məqsədlər bax bu növlərin ciddi şəkildə qorunub saxlanılmasıdır. Məhz elə bu qorunmalar sayəsində demək bu növlərin demək hal-hazırda kökləri kəsilməmiş və onların nəsilləri davam edir. Bəzi növlər bəli Azərbaycanda qırmızı kitab
demək qeydiyyatındadır. Ancaq biz çalışmalıyıq ki, onların sayı artsın. Növbəti proseslərdə onları daha çox görək. Belə